Kişilərdə süd vəzi xərçəngi mövzusu haqqında danışmaq istəyirəm. Ümumiyyətlə kişilərdə süd vəzi xərçəngi olurmu? Olur. Amma nadirən olur. Çox nadir hallarda rast gəlinir. 1% hallarda olur və kişilər bunun fərqində olmadığı üçün daha gec, qadınlara nisbətdə daha gec aşkarlayırlar. Bu gilədə, areola nahiyəsində bərklik kimi özünü göstərir. Kişilər bunu bildikdə qol altında limfa düyünün də böyüdüyünü görürlər. O zaman artıq həkimə müraciət edirlər və ölüm sayı da 19% qadınlara nisbətən daha çoxdur. Gec aşkarlandığı üçün, gec müraciət olunduğu üçün. Əziz kişilər, bu xəstəlik sizlərdə də aşkar oluna bilər. Ona görə də diqqətli olun. Vaxtında aşkarlandısa, əlbəttə ki, bundan can qurtarmaq mümkündür. Aşkarlanmaq üçün əlbəttə ki, özünü müayinə vacibdir. Hamamda uzanan zaman siz də döşlərinizə toxunun, yoxlayın. Hansısa bir bərk kütlə hiss etdinizsə, əlbəttə ki, müraciət edin. Və yaxud da ümumi bədəninizi check-up ultrasəs müayinəsi etdirdikdə döşünüzü də ultrasəs müayinəsindən keçirməyi unutmayın.